Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, ineğimizi görmek isteyenler var idi. Videoda niye inekleri göstermişsen diyenler var idi. İstediğim kısa bir ineğimiz hakkında danışam. Ben de niye çekmirdim onu da diyeyim sizlere. Bir dene ineğiydi, yani çok çekmeli bir şey yok idi, tek idi diye. Onun için değildim ki hansısa videoda gösteririm ama da isteyenler oldu diye bu videoda size göstermek istedim ineğimizi. Bir de hündüşkalarımız oradadır. Videonun axırlarına doğru da hündüşkaların hal-hazırki yem rasyonundan bəhs edəcəyəm. Amma ilk önce ineğimizi göstərək. Videoya keçmədən öncə çox xahiş edirəm dostlar. Eğer kanalımıza abone değilsinizsə abone olun. Videomuza like atıb bir de eğer ürəyinizdən keçərsə yorum yazsaz sevinərəm. Kanalımız yenidir, ona göre dəstəyə ehtiyacımız var. Dostlar, ineğimiz budur. Balası da budur. Balasın iyun ayının 8'i doğulub, 8'i axşam doğulub. İneğimiz de budur. İneğimiz çok cavan heyvan değil. Deyirəm ki, cavandır, değil. Hardasa mən fikirləşirəm ki, tam olarak neçə qarın doğduğunu da bilmirəm, amma 8-9, hətta bəlkə də 10 qarın doğub, o da ola bilər. Amma dişlərinin hamısı yerindədir. Yəni cavan heyvan olmağına baxmayaraq dişlərin hamısı yerindədir. Süt verimi de diyeyim sizlere, o ne kadardır, ondan da bəhs edeyim sizlere. Hal-hazırda dostlar, ineğimiz bilirsiniz də balası iyun ayının 8'i doğulub, yəni biraz böyüyüb artıq. Təzə doğmuş olanda biraz daha artıq süt verirdi. Hardasa gündəlik 4 litr yarım, 5 litr falan verirdi. Amma indi hal-hazırda o kadar vermir. Hal-hazırda gündəlik 3 litr süt verir. Bəzən çox yaxşı yeyəndə 4 litr süt verir. Bəzən 2 yarım verir. Yəni baxır da, dəyişir də. Mesela o günlerde yağış falan yağdı, su falan geldi. Buranı suardım, ot buranı qalxdı. Sırf buradan çıxan yaşıl otlardan qidalandı. Onda bir neçə gün 4 litr süt verdi. Amma belə ortalama indi burada o otlayır, bağımız var. Sonra orada o tərəflərdə də yer var, otlayacağı yerler var. Orada otlayır. Hə, axşamdan axşamada məsələn bir yonca piresinin 4'te 1 hissəsini, 3'te 1 hissəsini elə bir hər axşamda verirəm. Buna yeyir. 45 gündən sonra, balasını doğandan 48 gün sonra kəl istədi. Süni mayalanma elətdirdik, amma ilk dəfədən tutmadı. İkinci dəfə 21 gün sonra yenə istədi. İkinci dəfə yenə süni mayalanma elətdirdik. Onda tutdu, çünki üstündən 2-21 gün keçib, yəni artıq 3-cü 21 gün yaxınlaşır. Amma istəmədi kəl, şükür Allaha ki. Vəziyyəti budur. İneğimiz haqqında sizlərə çox böyüyünə danışa bilərəm. Balası dişidir, onu deyim sizlərə. Balasını da yaxından göstərim. Biraz günəş düşür, onun üçün tam göstərmək olmur. Balası dişidir. İndi təzə sağdı. Bugün biraz tez sağdı. Bir 40 dəqiqə tez sağdı buraxdıq ki, mən video çəkmək istəyirdim. Onun üçün 40 dəqiqə tez sağdı buraxdı. Balası da dişidir dediyim kimi. Məncə boyuna görə yaxşıdır. Yəni ayına görə yaxşıdır boyu filan. Bir problem olduğunu düşünmürəm. Köklü balası da, çünkü məməsinin cəmi 2 dənəsini biz sağırıq. Onu da deyim sizlərə də, ikisini bu əmir. Sadəcə ikisi əmcəyindən o sütü sağırıq biz. İkisini də bu əmir. İndi 100% ki, ineği öz balasına da biraz saxlayır. Məncə düşünürəm görünüşü filan yaxşıdır. Yəni ayına görə böyüməsi filan yaxşıdır. Bu da nə yeyir? Bu da yonca piresi yeyir. Yəni hər hansı bir buzov yemi və yaxud da ki, fərqli bir yem yemir. Sadəcə anasının sütü, bir də ki, yonca piresindən yeyir. Bu da hardasa bir dənə yonca piresin yeyir də, bir 4 gün veririk elə. Təxmini bir dənə də yonca piresin 4 gün yeyir. Bu heyvan da bilirəm ki, çöl heyvanı olmayıb, heyvan olub. Dişlərinin hamısı dediyim kimi yerindədir. Dırnaqları falan gələndə nə uzunluğunda idi, hələ tökülüb o qalıb. Çünki bu çoxdan da bizdə deyil də, aprel ayı falandan bizdədir. Bizim qapıda doğub balasında. Belə dostlar, inəklər haqqında sizə başqa nə deyə bilərəm? Fikirləşirəm ki, başqa heç bir şey deyə bilmərəm. Dediyim kimi, baxın bu böyük basıda ot deyir. Bura hardasa deməli 27 sot olmalıdır. Bəlkə də 30 sota yaxın idi, amma biraz noor filan qazılıb, oradan göl filan qazdırmışıq özümüzə. O biraz azaldıb da buranın torpağından azca götürmüşük. Hardasa 25 sot da hat qalar burada. Burada otlayır, bağçada da o tərəfdə də yerimiz var, bağda da yerimiz var, orada da otlayır. Yəni bütün bağça qapıda bunundur da.
Bu da balasıdır, belə gəzirlər, atlanırlar, düşürlər. Arada buraxırıq balasını, amma çox vaxtı çölə elə də buraxmıram. Nədən qorxuram? Uşaqlar, burada göl qazdırmışıq, nor qazdırmışıq, yəni süni göl qazdırmışıq balıq saxlamağa. Qorxuram ki, bizov da çox qaçır o tərəf bu tərəfə, qaçanda düşər ora. İndi gəl onu oradan çıxart da. Boğulmaz amma indi çıxartmaq filan əziyyət olur. Ona görə çox çölə buraxmıram. Buraxanda da özüm nəzarətində saxlayıram. İndi prosta buraxdıq ki, həm video çəkim, həm də biraz özüm buradayam, gəzsin, eləsin. Dostlar, bu da hündüşkalarımızdır. Bir videomun altında soruşan olmuşdu ki, kökəltmək üçün bunları nə vermək lazımdır? Mən indiyə kimi başlanğıcdan nə verirəm, biraz onu bir videomda bəhs eləmişəm. Balacalar vaxtında nə verirəm, bir videomda bəhs eləmişəm. Mən sizə bunların hal-hazırki yem rasyonundan danışacağım. İndi buzov qoymayacaq onları, orada durarlar. Mən bunların sizə hal-hazırdakı yem rasyonundan bəhs eləmək istəyirəm. Bunların hal-hazırdakı yem rasyonu uşaqlar. Mən bunlara demək ki, verirəm qara un, bir də buğda. Başqa heç bir şey vermirəm. Qara ununda dostlar, təxmini sizə mən sizə deyəcəm də, burada hardasa mənim verdiyim ana quşlar xaric, ana quşlar ayrı yer, onlar heç. Ana quşlar xaric dostlar, mən bunlara təxmini verirəm, demək 1 kilo yarım buğda səhər, kilo yarım axşam buğda, amma hər səhərdə məsələn 1 kilo, təxmini 1 kilo yarım da qara un. 1 kilo yarım qara un, 1 kilo yarım buğda səhər, 1 kilo yarım qara un, 1 kilo yarım buğda axşam verirəm bunlara. Düşünürəm vəziyyətləri yaxşıdırlar. Bunlar biraz ortalarda xəstəlik keçirdilər. 2-3 dəfə bunların qızdırmalı xəstəlikləri oldu. Ona görə biraz cırqalma ehtimalları var, amma qonşuda olan bunlarla yaxın tarixlərdə çıxan quşlara baxıram, yəni heç də geri qalmırlar. Yaxşıdırlar hal-hazırdakı vəziyyətləri. Əsas odur köklükləri yaxşıdır, yəni köklüklərindən məmnunam. Bir də ki dostlar, bu bağça otlayırlar, bağda otlayırlar. Belə məsəl üçün baxın, belə narlar partlayır burada. Bax bunları qırırıq. Hər gün nə qədər, hər gün biri 15-20 nar, bəlkə də çox nar tökürük. Çünki bizdə nar ağacı çoxdur. Belə bunları yedizdiririk. Hal-hazırdakı dediyim kimi vəziyyətləri bunların məni qane eləyir. Yem rasyonları da elə güclü bunlara. Deyim ki, mən bunlara sırf kökətməyə yem vermirəm. Niyə görə? Çünki hələ tezdir. Demək ki, mən hələ bunları bayram qabağı satmağa düşünürəm ki, çünki hündüşkanın həm qiymət olaraq zaten ən baha dövrü onda olur, həm də alınma olaraq, yəni o dövrdə, yəni bayram qabağı daha yaxşı alınır, daha sürətli satmaq olur. Yəni ehtiyac tələb çox olduğu üçün daha yaxşı olur. Ona görə mən hündüşkalarımın hamısını həmişə dekabr, noyabrın axırı, dekabrın əvvəli da ən gecə, yəni bayram qabağı satıram. İndi dediyim kimi bunları hələ satmağı düşünmədiyim üçün mən bunlara sırf satlıq üçün yem vermirəm. Onu nə verəcəm, onu da gələcək videolarımda 100% sizə kökəltmək üçün nə vermək lazımdır, təbii ki, bəhs edəcəyim. Amma dediyim kimi, indi hal-hazırda qara un, bir də buğda verirəm. Niyə qara un da qatıram bunlara? Biraz ucuz olsun deyə əslində. Yoxsa məsələn deyirəm, mənim bol yemim olsa heç bunların yeminə qara un qatmıram. Çünki onu qarışdırmağa filan əziyyətinə heç qatlaşmaram. Təkcə buğda verirəm. Amma biraz daha ucuz olsun deyə qara un da qatıram. Hə, deyən ola bilər ki, məsələn, mən kəpək qatıram və yaxud da ki, sən niyə kəpək qatmırsan? Kəpək uşaqlar qatmağı sevmirəm mən. Kəpək çünki bilirəm ki, toyuqda, cücədə, hündüşkada, nəyə verirsiniz verin də, yəni fərqi yoxdur. Nədə olursa olsun qurd yaradır. Qurd da birbaşa bunların kökəlməməyinə təsir edir. Yəni qurdu olan heyvan gec kökələcək, yəni daha çox səndən yem istəyəcək. Ona görə mən bacardığım qədər bunlara qara un vermək, üzr istəyirəm, kəpək verməyi üstün tutmuram. Ona görə qara un verirəm. Amma yenə də verənlər varsa, onlara da bir şey deyə bilmərəm. Çünki bəzi adamlar var ki, çörəklə kəpəyə qarışdırıb verirlər heyvanlarına. Yəni belə deyim ki, ay çox da ziyanlıdır, kəpək qətiyyən verməyin. Yox, amma müəyyən qədər qurd yaratdığı üçün mən çalışıram ki, heyvanlarıma verməyim ki, qurdları olmasın. Çünki bu illəri mən bu hündüşkalara düz 3 dəfə, 4 dəfə qurd dərmanı vermişəm. Yəni ona görə qurddan başım bəlalıdır deyə istəmirəm ki, bunlarda təzədən qurd yaransın. Dediyim kimi zaten miqdarını da dedim. Səhərlər kilo yarım qara un, kilo yarım buğda,
Belki 1 kilo da ola bilər qaron, tam olaraq çəkməmişəm də, amma təxmini kilo, 1 kilo, 1 kilo yarım o aralarda olar. Axşamlarda yenə həmçinin kilo yarım qaron, 1 kilo buğda qatışdırıram, verirəm bunlara. Analar qarışıq, təkcə balalara verirəm. Analar ayrıca sadəcə buğda yeyirlər. Analar xaric. Çünki analar bunlarla salmıram ki, bəzən balaları vururlar. Əsasən də erkək bunları çox vurur deyə bunlarla bir yerə salmağı üstün tutmuram. Belə dostlar, hündüşkalarımızın son vəziyyətləri bulardı. Dediyim kimi mən bunları dekabrın əvvəli bayram qabağı satmağı düşünürəm deyə hələ bunlara sırf kökəltmə yeminə keçməmişəm. Amma indi verdiyim yem belə bunları kökəldir. Ondan əmin ola bilərsiniz. Amma bayram qabağı bunların həm ətlərinin sarı olması üçün, həm də daha da yaxşı kökəlmələri üçün başqa yem rasyonları verəcəm. Onu da sizlərlə paylaşacağım inşallah. O xoruzumuzun tükün dəyişir. Görənlər deyir ki, o nə gündədir? Tük dəyişir deyə o gündədir. Yoxsa xəstəliyində falan problem yoxdur. Belə dostlar, inəyimizi təkrar sizə sonuncu dəfə də göstərim. Çünki videonu da artıq sonlandırıram. Belə otlayırlar. Arada balasını da çıxardırıq ki, həm balanın da gəzməyi falan dostlar heyvanın böyüməsində böyük nəticə verir də. Həm əzələ yığmasında, həm gəlişməsində, böyüməsində müsbət təsirləri var. Çünki daim bağlı heyvanla açıq gəzən arasında çox böyük fərq var. Yəni açıq gəzən heyvan boy olaraq da, həm əzələ olaraq da bağlı olan, yaxud da daim damda qalan heyvandan daha yaxşı olur. Ona görə arada buraxırıq ki, belə bunlar da gəzsinlər. Siz dostlar, heyvanlar haqqında bilirəm ki, heyvan yaşlıdır. İndi içində deyəsiniz ki, 8 qarın yox, 18 qarın doğur, biri deyəcək 20 qarın doğur, biri deyəcək sabahları öləcək heyvanı. Amma dediyim kimi saxlayırıq da, yəni həyətdə heyvandır. Maşallah olsun, yaxşıdır, pis deyil. Belə dostlar, bir şey de dedim sizə, gölü də göstərdim. İlk videomda da göstərmişdim. Sizə dedim ki, göl qazdırmışıq. Mütləq ki, indi istənilən deyənlər olacaq ki, gölü görmədik filan. Onu da sizlərə istəyirəm göstərim. Orada da ördəklərimiz var, bizim də lal ördəklərimiz. Budur dostlar, qazdırdığımız süni göl budur. Burada balıq saxlayırıq. Əslində süni göl sayılmaz. Çünki o göl oradadır. Bunun da suyu elə demək olar onun suyu kimidir. Onun da suyu biraz duzlu olduğu üçün böyük gölün. Burada balığın dadı daha yaxşı olur. Yəni siz düşünməyin də, o fikirləşərsiniz ki, lap qazılma süni göllər kimi ola bilər də. Amma yox da, çünki buru ilə su arasında gör elə fərq yoxdur deyə bunun da balığı 100% ki, onun kimi dadlı olacaq. Düzdür, hələ buradan balıq tutub yeməmişik, çünki bu yay qazdırmışıq, balıqlar hələ içində balacadır. O da qaşqaldaq idi, uşaqlar qaçdı, baxın. Getdik yolun üstünə, bilmirəm gördünüz, görmürdünüz. Baxın belə. Bu da böyük göldür. Bunun o tərəfi də bizimdir, bunun o tərəfi də bizimdir. İnşallah bu yayda da buradan traktor keçəcək, yəni qazanın. Oranı da qazacaq, oranı da bu gölə qatacaq, oraya bərabər. Baxın, ora bərabər, buran bura kimi olacaq. Hələ bəlkə ola bilsin ki, bunun da biraz uzun uzatdıq o tərəfə. Çünki bu indi hal-hazırda qazdırdığımız bizim sadəcə özümüzün balıq ehtiyacımız, qohum, əqrəbə, dost tanış gələndə qırmaq atsın, tutsun, yesin balığından, onun üçün qazdırmışıq. Amma əgər oranı da qazdırsaq, buranı da qazdırsaq, satış məqsədi ilə də saxlamaq olar. Uşaqlar gördünüz orada suyun tərpənməyini gördünüz, balıqlar elə atlanırlar. Baxın orada gördünüz. Bir iri balıqlar da var, amma çoxu balıqların belə-belədir, yəni çox deyil də. Çünki bu il təzə balıqlardır, hələ elə də böyüməyiblər. Belə dostlar, sağ olun, salamat qalın. Videomuzu bəyənib kanala abunə olmağı unutmayın. Ürəyinizdən də keçərsə yorum yazsaz sevinirəm. Videonu da burada sonlandırım mən artıq.